Herkese salam, değerli izleyiciler. Gördüğünüz bu tros kanatı düşeceğimiz yeraltı tünele gelir. Daha doğrusu şaxtaya gelir. İndi ise birazdan ora daxil olacağım. Değerli izleyiciler, gördüğünüz gibi bu yere daxil olacağım. Yere daxil olacağım və gördüyünüz kimi değerli izleyiciler, iki trosdan ibarətdir. Bunu sizə qısaca izah edeyim ki, bu troslar nəyə əsaslanır. O göstərdiyim izleyiciler, gösterdiğim bu tros iki hisseden ibarətdir. Etrafı görürsünüz, tamamıyla darmadağındır. Bu ortada gelen tros, yani daşıyıcı tros olacaq. Bu daşıyıcı tros, onu da qeyd edeyim ki, her hansı bir təhlükə yaranırsa, yanında gördüğünüz bu köməkçi tros, yani paraşüt adlanır. Bununla tutunacağım və vaxtı ikən də gördüğünüz kimi heç istifadə olunmuyor. İndi isə aşağıya düşməyə başlayaq. Əziz dostlar, kanatımızı bərkidək və özümüzü yavaş-yavaş qorxutmaqdan çəkinək və təhlükəsizliyim üçün müəyyən avadanlıqlar gətirmişəm. Daha səsin nə olduğunu gəlin sizlərlə birlikdə aydınlaşdıraq. Siz izləməkdə olun, mən isə risk eləyib ora düşməyə çalışacağım. Gördüğünüz kimi ilk tünelde rastlaştık. Ama bu bence çok da böyle bir şey değil. Kimse var burada. Değerli izleyiciler, suyumuz burada. İlerlemeye devam. Kısaca qeyd edeyim ki, 13 saatlik çekiliş 15 dəqiqəyə yığışdırılacaq. Daha doğrusu kəsintilər çox eləyəcəm. Kimsə var burada. Suyumuzu yavaş-yavaş bıraxaq. Nə demək sözümdə bilmirəm. Yavaş-yavaş ilerleyip bu konsepti organize. Toz
izləyicilər, yavaş-yavaş aşağı düşürük. İrəliləməyə davam. Burada nədir belə? 11-dir deyəsən. Bəzi ömürlər tamamilə qorxutdu məni. Çünki erozya o qədər dərəcədə içəriyə işləyib ki, dəmirdə dəmirlik qalmayıb. İrəliləməyə davamı nədir? Dəyərli izləyicilər, çəkilişimiz davam edir. 4-5 dəqiqəyə yaxındır çəkilişimiz. Davam edir. Çəkiliş apardığım yer yeraltı şaxtadır və sizdən istəyim odur ki, rəylərinizi videonun altında qeyd edib, kanala dəstək olub, bizə bəzi cəhətlərə köməklik edə bilərsiniz. Burada bayaq göstərdiyim yerin o biri tayıdır. Tamamilə yararsız haldadır və hər ehtimala ehtiyatımı qoruyuram və orta kanatla düşürəm. İrəliləməyə davam. İrəliləməyə davam. Dəyərli izləyicilər, demək olar ki, bir neçə etaj düşmüşəm. Wow, burada nə görürəm? Burada indi birazdan sizə platforma formasında da göstərəcəm. Reys var, o qırılıb. İrəliləməyə davam və gördüyünüz bu xətt üzrə olan dəmir parçası yerindən çıxıb və 2 trosla saxlanılır. İndi onun qrafik görünüşünü sizə birazdan göstərəcəm. Kimsə var burada? İrəliləməyə davam. İrəliləməyə davam. Dəyərli izləyicilər, buramı keçək. Çox riskli yerlərdən keçirəm və gördüyünüz kimi bayaq dediyim şey budur. Tamamilə çox bərbad vəziyyətdə, hətta üstümə düşəcək qədər risklidir. Tərəfə keçək. Asta köməkçi trosu görə biləm. Wow. Etraf tamamıyla tozdu. Kimse var burada? Ses işittim yine. Değerli izleyiciler, ilerlemeye devam. Hal-hazırda 9. dəqiqəyə yaxındır çəkilişimiz gedir. İlerlemeye devam.
Asta düşə görək bizi nə gözləyir. Değerli izleyiciler, kesinti eləmək məcburiyyətində qaldım. Həm də batareya qənaət üçün. Wow. Burada da gördüğünüz kimi hələ yol uzanır. Tamamilə çürük vəziyyətdə. Değerli izleyiciler, yerin altına daxil oldum və kimsə var burada. Bayaqda qeyd elədiyim kimi videoroliki qısa kəsməyə də səbəb ondan ibarətdir ki, həm batareya qənaət, həm də videonun uzun olmaması. İrəliləməyə davam. Kimsə var burada? Değerli izleyiciler, qaranlıq bir tünellə səs gəldi. İrəliləyirəm. Burada kimsə var? Kimsə var burada? Değerli izleyiciler, gördüğünüz kimi buralar tamamıyla dağılıb, tökülüb. Yine de her ihtimala çekilişimiz devam ediyor. Buradan bir yol tapacağım. İlerlemeye devam yeniden. Değerli izleyiciler, bayaqki yerdə çəkiliş üçün ilerlemeye hiçbir yer tapa bilmədim və aşağı düşmə qərarına gəldim. 2 dəqiqə dincəlib yeniden devam edəcəm. İlerlemeye devam. Değerli izleyiciler, yeraltı görüntüsüleri de üzerime düşür. Hala da devam ediyor. Wow. Belə bir qərara gəldim. İlerlemeye devam. Video roliki ikinci dəfə də çəkmək qərarına gəldim. İkinci dəfə nəyə əsaslanıb deyirəm? Çünki bu video rolika çox bəyəni gələrsə, o bəyəniyə əsasən yenidən çəkiliş aparacağım.
Yeniden cephe başaq. İlerləməyə davam eləyək. Quruntu suları üzərimə vurur. Kameranı yaxşı ki su keçirtməz şeylə qoşmuşam və onun üçün deyirəm ki, əlavə səs qurğusu quraşdırıb səsi oradan verəcəm, çünki kameranı su keçirtməz qurğusu ilə quraşdırmışam. Az qala yıxılmışdım, amma yaxşı qurtardıq. Değerli izleyiciler, irəliləyirəm. Nədir bu? Nədir bu? Bu girmə qapıdır. Değerli izleyiciler, belə bir tünellə irəliləyirəm. Burada kimsə var. Və gördüğünüz kimi yeraltı quruntu suları da var. Kimsə var burada. Hadi belə. Burada kimsə var. Kimsə varsa işarə verin. Bu tərəflərdən səs gəldi. Bilmədim nə səsiydi. Sen merdiven var burada. Nerede böyle ya? İlerlemeye devam. Kimse var burada. Gördüğünüz gibi yeniden. İlerlemeye devam. Burada kimse var. Qorxulu bir ses geldi. Bilmədim nədir. Çəkilişimiz davam edir. Mən isə yeraltı bir tünellə irəliləyirəm.
gelmedi. Kimse var burada. Buradan ses geldi böyle. Nerede bir ses geldi? Burada kimse var. Kimse var burada. Wow. Risk edip girmeyeceğim. Çünkü oradan garip bir ses geldi. Ne olduğunu bilmiyorum. Bunun içinde değerli izleyiciler. Kimse var burada. Bir şey yakınlaştıracağım ve yeniden kaydedeceğim yukarı. Yeni çekiş yerlerinde görüşmek üzere. Ben sizinle sağlaşıram. Görüşene dek.